Bu dəfəki rəqib Ajax'dır. Problemli Ajax, mən deyərdim. Heç cür bu mövsüm futbol oynaya bilməyən Ajax. Çox qəribə nəticələrlə üzləşirlər. Əslində heyət pis deyil. Belə gənc heyətdir, müəyyən perspektivli oyuncular var, amma istifadə edə bilən yoxdur. Sistem yoxdur komandada. Və bu formada Bakıya gəliblər. Nə gözləyirsən Qarabağ-Ajax maçından? Məncə Qarabağ Ajax maçı Ajax'ın Groningenlə 2-0 qazandığı və 3-1 Fortuna Sittard üzərində qələbəsi məncə Ajax'ın tam bugünkü Ajax'ın öz şəklini göstərir. Hər iki oyunu Ajax qazansa da, hər iki maçda Ajax kifayət qədər çətinlik çəkdi. Rəqib epizodlarını dəyərləndirmədə Ajax qol vurdu və sonra əks hücumdan rəqibi cəzalandırdı. Düzdür, Fortuna Sittardla maçda Ajax hətta hesabda geriyə düşdü, amma çox tezə qol vurdu və rəqib də qırmızı kart aldı. Ajax əslində Kənan məncə belə nəsildən nəsilə keçidin krizisi var. Komanda həddindən artıq normanı, balansı pozaraq oyuncular satdı. Qarabağın ehtiyat etməli olduğu oyuncu əlbəttə ki, bir mənalı şəkildə Mika Götz'dur, Oskar Glock'dur. Bunlar çox təhlükəli oyuncular. Yəni biri sol wingerdir, o birisi isə əks hücumda çox effektivdir. O birisi isə 10 nömrəli futbolçudur, hansı ki azad rəssam mövqeyi alır. Bu maç Weghorst oynamaya bilər. Əslində bu bizə yaxşı xəbərdir. Bəzi tamaşaçılar bəzi narahatdır ki, Kasper Dolberg oynayır və pis oyuncu deyil. Pis oyuncu deyil, amma hər halda boş-boşuna Weghorst əsas heyət uğrunda mübarizədə onu kənarlaşdırmayıb və nəzərə alır ki, Weghorst həm Medinaya çətinlik yarada bilərdi, xüsusilə Bəhlul, amma bu dəfə olmayacaq. Ona görə də Ajax'a ən vacib şey yəni bu maçda birinci gol çox vacibdir. Çünki Ajax vurduğu təqdirdə çempionatda son iki oyunda gördüyümüz kimi qapıya oturur və əks hücumlardan Mika Götz'un, Oskar Glock'un sürət sayəsində rəqibi cəzalandırır. Amma gol buraxırsa Ajax'ın çox böyük çətinlikləri yaranır və son qazandığı iki maçda da Ajax kifayət qədər qapısını epizodu buraxdı. Sadəcə gol. Yəni biz Qarabağın da onsuz da erkən gol vurma bacarığını görmüşük oyunlarda və hətta daha güclü rəqiblərə qarşı bunu bacarıb. Ajax'la da oyunda əgər erkən gol və ya qollar vura bilərsə, bilsə Qurban Qurbanovun komandası məncə oyundan xallarla çıxa bilər. Qarşısında Qarabağ Kopenhagenlə oyuna oxşayacaq bir oyunu gözləyirik. Yəni Qarabağ təkcə erkən qol yox, rəqibi sıxsa öz qapısında rəqib buna çox zəifdir, həssasdır. Yəni Ajax'ın bu qapıdan çıxmaq problemi var. Nizam insan problemi var müdafiədə. Amma yenə bir növ Kopenhagenlə olan oyunda ilk qolu vurmaq lazımdır ki, komandanı sıxmaq lazımdır. Sonra isə orta bloka oturub komandanın əks hücumla oynamaq lazımdır. Elə eləmək lazımdır Ajax sənə qarşı etməz. Çünki Ajax'ın itirəcəyi bir şey yoxdur. 1 xal, 3 xal Ajax üçün heç bir şey dəyişmir. Bütün ehtimallar artıq yoxa çıxır. Bəli. Amma Qarabağ üçün vacibdir, çünki Qarabağ yenə də əgər düzdür, sən özün də dedin ki, biz Liverpool və ya Eintrachtla danışacaq, amma Qarabağ bu maçda qələbə qazansa, sadəcə olaraq onun 24 üçün rəqibi çox güman Eintracht olacaq. O həmin oyundan da heç-heçə Qarabağı play-offa çıxardacaq. Çünki nəzərə alaq ki, Qarabağın 7 Eintrachtın 5 xalı var və Eintrachtın bu maçı bu gün Barcelona ilədir. Yəni Eintracht buradan 0 xalına qayıdır. Və əlbəttə ki, o zaman Qarabağ 10 xal, 5 xal arasında, yəni 5 xal fərq olur arada. Heç ilə Qarabağ demək olar play-offu garantiya eləmiş olacaq. Çünki Eintracht məhz Qarabağın birbaşa rəqibidir play-off üçün. Amma əlbəttə ki, Ajax da Qarabağ uğurlar arzulayır. Çünki çox fundamental oyundur. Mən əminəm ki, komanda üzərində təzyiq olacaq. Mən hətta Qarabağın Ferencvaroş ev oyundakı oyununu oxşar oyun gözləyirəm. Harada ki, Qarabağ səfərdə 3-1 qazanmışdı və həyəcan hiss olunurdu ilk başlarda. Ona adladı, bir növ ona geridə qoyub. Ümid edir ki, Ajax'ı sıxar oyun olaraq. Çünki Kopenhagen oyun olduğu kimi olsa, bizim Ajax'dan, yəni mən elə oyun gözləməsində.